İnanırsınız bu yorumu gördüm, ürəyim parça-parça oldu. Salam, sizinlə necə əlaqə saxlayaq? Məndə mədədə qastrit var, ölürəm ağrıdan. Mənə kömək ol, qardaş. Baş üstə. İnanın ki, bu gün də aclıq eləyirəm də. Heç şeyim də yoxdur. Nəsə biraz bu günləri belə bir səhərəm. Başlayırıq. Kimin mədə bağırsaq sistemində problem varsa, ağrılar şiddətlidirsə, diqqətlə qulaq asın. Məni axtarmağa ehtiyac yoxdur. Bu mümkün deyil ki, mən bütün cəmiyyətə tək-tək olaraq sağaldım. Ona görə mən cəm şəkildə video qoyuram ki, gedin inşallah tətbiq edin, sağalın Allahın izni ilə. Gedirsiniz 2 dənə heç olmasa 250 milli hələlik dazotu yağ alın. Demək, alırsınız 300 qram cökə çiçəyi, 300 qram bağa yarpağı bitkisi, 300 qram çoban yastığı. Demək, səhər, axşam. Səhər, günorta, axşam 3 dəfə. Yeməkdən 1 saat qabaq bir orta xörək qaşığı, desert qaşığı dazotu yağı için. Bir də 3 stəkan su götürürsünüz, suyu qaynadırsınız. Su qaynana düşəndə bu bitkilərdən də hərəsindən bir dolu xörək qaşığı tökürsünüz. 5 dəqiqədə qaynadırsınız. Bu çay içəndən 10-15 dəqiqə sonra 1 stəkan da çay içirsiniz. Demək, bu 2 dənə 250 milli, bir də bu 300 qramlar qutarına qədər bunu için və suda çıxarışlı propolis. Bundan alırsınız fitoklublardan. Elə məhsullar da fitoklubdan alın. Bundan da günorta bir orta xörək qaşığı için. Bu 1 desek qaşığı da için. Buradakı yeməkdən yarım saat qabaq içirsiniz bir dəfə. Şirniyyat qəti yemirsiniz, ağ çörək qəti yemirsiniz, konfet olmaz, kalpasa, sasiska, abur-cubur, nə bilim nə, kişmiş də olmaz, xurma da olmaz, bal da olmaz müalicə müddətində. Bir dənə bunu tamamlayın, həftədə bir dəfə ac qalın, aclıq vaxtı bu dediklərimi də eləyin. Su için, bir də mən bu dediklərimi eləyin. Qısa zamanda Allahın izni ilə sağalacaqsınız və burada gəlib çox sağ ol, minnətdarlığınızı bildirəcəksiniz mənə Allahın izni ilə. Gedin bunu tətbiq edin. Bir də Asiya xanım, mən açığı baxıram. Məni kim takip eləyir, bəyənir videolarımı, o insanların suallarına cavab verirəm. Siz amma məni takip eləmirdiniz. Bundan sonra yəqin ki, takip eləyərsiniz. Bax, deyirəm, bu videoda deyirəm. Kim məni takip eləmirsə, məndən inciməsin. Mən onlara şəxsən cavab vermirəm. Bir də mənim direktimə yazmayın. Birbaşa yorumlarda yazın, yorumlarda görüb cavab verəcəm. Yavaş-yavaş da, yəni gücüm yetdiyi qədər. Bax belə. Bir də xahiş edirəm, məni axtarmayın. Məni axtarmağa ehtiyac yoxdur. Mən hamısını sosial şəbəkədə açıq-aşkar Allah üçün qoyuram ki, gedin, eləyin, sağalın. Bir də bu qədər videolara baxış gəlib, məsələn 1 milyon 100 min baxış gəlib, amma takip yoxdur. Takip eləmirsiniz. Bax, Asiya xanım kimi takip eləmirsiniz. Gəlirsiniz, məndən nəsə soruşmağa, soruşdunuz, getdiniz. Bəs bu takip bəyənmək lazımdır, takip eləmək lazımdır ki, sizdən başqa milyonlarla insanlar var mədə bağırsaq sistemindən əziyyət çəkir. İllərdir gəzir, nəsə bir müalicə alsın, sağalsın, amma sağala bilmir. Mən sizə bu bir də fayda verirəm, pulsuz verirəm bu faydaları. Mən demirəm ki, mənə get pul verəcəm. Göstərirəm, dəmlənməsini də göstərirəm, hamısını göstərmişəm. Gedin deyirəm, eləyin, sağalın. Belə Allah bütün xəstələrə şəfa versin, yardım etsin. Arada kitablar da alın, oxuyun, nə belə? Nişinin sağlamlıq sistemidir. Paul Brig'dir. Sonra möcüzəsiz möcüzə kitablarıdır. Qidalanma necə olmalıdır, məsələn üçündə. Sonra, bax, bu kitab bizi yaşadan da qidadır, bax, budur. Öldürən də qida. Əslində, mən bu sözlə razılaşmıram. Bizi yaşadan da, öldürən də Rəbbimizdir. Amma bizi sağlam edən də qidadır, xəstə edən də qidadır. Mən belə deyərdim. İndi bilmirəm, mənlə razılaşacaqsınız, yoxsa yox. Belə, Allah bütün xəstələrə şəfa versin. Gedim, kitab oxuyum mən də. Aclıq da onsuz, başımı qatım nəyəsə, kitab oxuyum. Bədən yenilənməyə gedib.